Pekin vaxtı ilə saat 7:00. Çinin paytaxtında Azərbaycan bayraqları dalğalanır. Bu da səbəbsiz deyil. Paytaxt ali qonağın iştirakı ilə mühüm görüşlərə hazırlaşır. Əsas hazırlıqlar isə iqamətgahın ərazisində baş tutur. Özü də zərgər dəqiqliyi ilə. Artıq gözümüzə Fəxri Qaravulun bir neçə üzvü də dəyir. Çəkilişə icazə verməsələr də tez bir şəkildə yerlərini almağa çalışırlar. Qarşılama mərasiminə bir neçə saat qalmasına baxmayaraq, yerli hərbçilər fərağat vəziyyətindədirlər. Zaman daraldıqca hər kəs yerini almağa tələsir. Lakin protokol işçiləri Azərbaycanlı media nümayəndələrini əraziyə buraxmağa tələsmirlər. Hər şey ətraflı şəkildə yoxlanılmalı. Bütün sənədlər qaydasında olmalıdır. Hərbçilər kimi protokol işçiləri də kameranın obyektivinə tuş gəlmək istəmirlər. Nəhayət, qarşılama mərasiminin baş tutacağı Tiananmen, yəni Böyük Xalq Sarayına daxil ola bilirik. Azərbaycan bayrağının da dalğalandığı Pekinin mərkəzində yerləşən Tiananmen meydanı artıq demək olar bütün hazırlıqları başa çatdırıb və məhz bir neçə dəqiqədən sonra Azərbaycan və Çinin liderləri bura təşrif buyuracaqlar və bununla da proses başlayacaq. Qeyd edeyim ki, liderlər bu qırmızı xalı üzərindən hərəkət eləyəcəklər və məhz bu əraziyə gələcəklər. Meydanın digər tərəfində Fəxri Qaravul üzvləri son təlimatları yerinə yetirirlər. Hazırda Fəxri Qaravul meydana təşrif buyurub. Komanda ilə və bir neçə dəqiqədən sonra artıq proses başlayacaq. Qadınlardan ibarət Fəxri Qaravulun üzvlərini də görürük və o qədər dayanıblar ki, biz bəlkə də xət çəksək, o xət əyilməz. Necə disiplinli və düz şəkildə dayandıqlarını görürsünüz hazırda. Sanki manikendilər və tərpənmirlər, demək olar heç nəfəs də almırlar. Artıq Azərbaycanın nümayəndə heyəti də meydanda görünür. Prezidentin köməkçisi Hikmət Hacıyev ətrafda baş verənləri telefonunun yaddaşına həkk edir. Ölkə lideri Xi Jinping isə pilləkənlərdən həyat yoldaşı ilə birlikdə enir. Nəhayət gözlənilən an yetişdi. Xi Jinping Cənubi Qafqazdan gələn ali qonağını qarşılayır. Liderlər mərkəzə doğru irəliləyir. Hazırda dövlət başçıları meydandadılar, amma meydanda o qədər səssizlik hökm sürür ki, biz yalnız bayraqların səsini eşidə bilirik. Hər iki ölkənin himni səsləndirilir. Ali qonağın şərəfinə toplardan atəş açılır.
前方军仪仗队列队完毕，请您检阅。Fəxri Qaravul liderlərin önündən keçəndən sonra qarşılama mərasimi başa çatır. İndi isə tələsmək vaxtıdır. Sayılı dəqiqələr sonra liderlər arasında geniş tərkibdə görüşlər başlayır. Çəkiliş qrupu isə zala yalnız protokol xidmətinin icazəsindən sonra daxil ola bilər. Tərəflər arasında geniş tərkibli görüşə start verilir. Gündəlikdə isə mövzular boldur. Nəqliyyat və ticarət sektorundan tutmuş, turizm və energetika sahəsinə qədər. Söhbət zamanı ötən il Astanada keçirilmiş görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan birgə bəyannamə məmnunluqla xatırlandı. Son dövrlərdə orta dəhliz vasitəsilə Çindən Avropaya gedən yüklərin həcmində artım dinamikası məmnunluqla qeyd edildi və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulandı. Son zamanlar ticarət dövriyyəmizin 20%-dən çox artması müsbət qiymətləndirildi. Görüş zamanı protokol qaydalarına son dərəcə diqqətlə riayət olunur. Danışıqlar aparan tərəflərə çox yaxınlaşaraq prosesə maneəçilik törətmək olmaz. Daha sonra görüş bağlı qapılar arxasında davam etdi. Paralel olaraq qonşu zalda imzalanma mərasiminə hazırlıq gedir. Artıq Azərbaycanın nümayəndə heyəti zaldadır. Bu isə o deməkdir ki, ölkə rəhbərlərinin gəlməsinə çox az vaxt qalıb. Əvvəlcə Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanat imzalandı. Daha sonra ümumi sayı 20-dən çox olan Bakı-Pekin sənədləri imzalandı. Onların arasında ümumvətəndaş pasportuna malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi, həmçinin humanitar mina təmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi kimi vacib məsələlər yer alıb. Bununla da dostluq ab-havasında keçirilən görüş yekunlaşdı. Süleyman Həmidov, İlqar Abdullayev, İTV Xəbər, Çin Xalq Respublikası, Pekin. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Qiangla görüşüb. Görüşdə bugün imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanatın əhəmiyyətinə toxunulub, onun münasibətlərimizin ruhunu və xarakterini əks etdirdiyi bildirilib. Azərbaycanın və Çinin bütün sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərən iki dost ölkə olduğu qeyd edilib, siyasi sahə ilə yanaşı iqtisadi ticari əlaqələrimizin inkişafından, həmçinin ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin 20% artaraq 3,7 milyard dollar təşkil etməsindən məmnunluq bildirilib.